Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Xoş gördük hər birinizi. Mən bugün sizlər üçün kurikuluma yeni əlavə olan mövzulardan birinin izahını təqdim edəcəm. Bu mövzumuz səriştə əsaslı tapşırıqların hazırlanması adlanır. Doktor Norman Webb tərəfindən irəli sürülmüş dərin bilik səviyyələri nəzəriyyəsidir. Bu mövzu əslində çox sadə bir mövzudur. Ola bilər, biraz qəliz dildə yazılsa da, mən sizlər üçün daha asan, yadda qala biləcək bir PDF hazırlamışam və həmçinin də testlər, əlavə sınaqlar hazırlamışıq ki, sizlər mövzunu daha yaxşı dərindən mənimsəyəsiniz. Baxın, hər bir yeni mövzu üçün biz əlavə sınaqlar hazırlayırıq. Yəni, istifadə elədiyiniz vəsaitlərdən əlavə öz sınaqlarımızı sizə təqdim edirik. Bu mövzu ilə bağlı sizə mən 40 dənə öz müdavimlərimizə, yəni 40 dənə əlavə sırf mövzunun mərhələlərini mənimsəmək üçün testlər verəcəm ki, mövzuları daha yaxşı mənimsəyəsiniz. Əlavə olaraq bizim situasiya tipli test toplumumuzda da, bu test toplumumuzda da mövzunun sualları öz əksini tapıbdır. Oradan da işləyə bilərsiniz. Eyni zamanda Time Test Bankında da sayı az olsa da 10 dənə test də orada verilib. Təbii ki, o azdır, ona görə onunla yetinmirəm mən. Öz müdavimlərimiz üçün yeni testlər hazırlamışıq, sizlərə təqdim edəcəyik. Dəyərli müəllimlər, gəlin bu nəzəriyyəni qısa şəkildə sizlə mənimsəyək. Əgər dərslərimiz haqqında məlumat almaq istəyirsinizsə, baxın, burada qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. 050 697 78 33 nömrəsinə yazın və dərslərimiz haqqında sizə ətraflı məlumat verək. Yeni surət qruplarımız artıq dərslərə başlayır. Bəli, gəlin bu mövzu haqqında sizə məlumat verim və görün ki, bu mövzu əslində çox asan bir mövzudur. Neçə nəfər mənə deyib ki, müəllim, bu mövzu çətindir, amma elə də bir çətinliyi yoxdur, sadəcə anlamaq lazımdır biraz mövzunun mahiyyətini. Mövzunun mahiyyətini biləndən sonra əlbəttə ki, çətin bir şey qalmır orada. İlk növbədə bu nəzəriyyə tapşırıqları şagirdlərin nə etdiyinə görə yox, o tapşırığı yerinə yetirmək üçün nə qədər dərin düşünməli olduğuna görə 4 səviyyəyə ayırır. Yəni, şagird belə deyək də, nə edir yox, əsasən orada nə dərəcədə düşünür. Yəni, işi necə icra edir. Baxın, bu daha çox önəmlidir. Ona görə də dərin düşünməli olduğuna inanırlar. Elə nəzəriyyənin adı necədir? Dərin bilik səviyyələri nəzəriyyəsi adlanır. Yəni, nə öyrəndiyindən çox necə öyrəndiyin təbii ki, önəmlidir. Bunu hətta Robert Gagne də vurğulanmışdı öz nəzəriyyəsində. Nəzəriyyənin əsas mahiyyətinə baxaq. Deyir ki, bu nəzəriyyə öyrənməni səthi biliklə məhdudlaşdırmır. Yəni, sadəcə məlumatları yadında saxladım, bununla kifayətlənmir. O müəllimlərə tapşırıqları elə planlaşdırmağa kömək edir ki, şagirdlər sadəcə əzbərləməsinlər, həm də təhlil, tətbiq və yaradıcı yanaşsınlar. Deməli, əsas mahiyyət nədir? Sadəcə sən onu yadında saxlama, təhlil elə, tətbiq elə, yenisini yarat, dəyərləndir, strateji düşün və s. Buna görə də dərin bilik səviyyələri adlanır bu mövzumuz. Gəlin, birinci mərhələsindən başlayaraq sizinlə təsnif edək. Baxın, dəyərli izləyicilər, birinci səviyyəmiz xatırlama adlanır. Xatırlama, üzr istəyirəm. Birinci səviyyə xatırlama adlanır. Adi, bilirsiniz, bu nəzəriyyə bir növ Benjamin Bloom'un idrak taksonomiyasını xatırladır bizə. Onun mərhələlərinə sıx bağlıdır. Müxtəlif mərhələlərdən müxtəlif Bloom'un taksonomiyasına istifadə edəcəyik biz. Birinci mərhələ elə adı üstündə ən sadə mərhələ burada birinci səviyyə adlanır. Səthi biliklər ən aşağı idrak səviyyəsidir. İdrak taksonomiyasında da belədir. Faktiki məlumatları burada yada salırıq. Mahiyyəti nədir? Şagird faktları, terminləri, düsturları sadəcə yaddaşından geri çağırır və ya olduğu kimi təkrar edir. Nə deməkdir bu? Xatırlayırsan da, yəni. Xüsusi başqa bir şeydən danışmırıq ki, elə bildiyimiz xatırlamaqdır. Hafizəyə əsaslanan, yadıma salıram, məlumatları geri çağırıram, bildiklərimi deyirəm. Bu olur xatırlamaq mərhələsi. Beyin dərin emal aparmır. Yəni, müqayisə yoxdur, təhlil yoxdur, dəyərləndirmə yoxdur, yaratmaq yoxdur.
Bloom'un elə ən aşağı mərhələsi xatırlama, burada da xatırlama adlanır. Misal üçün, nümunə çəksək, tərifləri əzbərdən demək, kim, nə, harada kimi suallara cavab vermək, sadə düsturlarla hesablama aparmaq. Baxın, bu sizi aldatmasın, yaxşımı? Sadə düsturlarla hesablama aparmağı biz elə xatırlama kimi götürə biləcəyik burada. Sadə düsturdur, onu qoyuram yerinə, hesablama aparıram. Mətndən məlumatı birbaşa köçürmək. Hazır şəkildə verilib. Mən də onu köçürürəm, faktları sadalayıram və s. Yəni, xatırlayıram məlumatları. Bu olacaq bizim birinci səviyyəmiz. Məsələn, iqlimin neçə halı, ismin neçə halı var, üzr istəyirəm. Algoritm nədir? Bu tipdə yada salınaraq deyilən suallar. Bir növ idrak taksonomiyasını deyirək, xatırlamaq, təfəkkür, deməli, biliyin növlərində faktoloji bilik, hafizə, bunlara əsaslanan bir mərhələdir, birinci mərhələmiz. İkinci mərhələmizə gəlin, nəzər salaq. İkinci mərhələmiz artıq biraz daha mürəkkəb mərhələ adlanır. Burada bacarıqlar və ya anlayışlar adlanacaq bu mərhələmiz. Şagird məlumatı sadəcə xatırlamır burada. Onu həm də emal edir. Bayaq nə edirdi? Məlumatı sadəcə yadına saldı, xatırlayırdı. Amma burada sadəcə xatırlamır. Onu həm də emal edir. Məlumatı təşkil etmək, müqayisə etmək, qruplaşdırmaq və şuurlu yanaşmaq tələb olunur burada. Bir növ, bacarıqlar və anlayışlar idrak taksonomiyasında olan anlamaq və tətbiq etməyi sanki özündə əks etdirir. Sən öyrəndiklərini icra edirsən, öyrəndiklərini icra edirsən burada. Ona görə bu mərhələ həqiqətən həm idrak taksonomiyasında anlamaq mərhələsi ilə sıx əlaqələndirə bilərik, həm də tətbiq etmək mərhələsi ilə sıx əlaqələndirə bilərik. Çünki burada öyrəndiklərini müqayisə edirsən, qruplaşdırırsan, izah edirsən, aydındır və eyni zamanda da həmçinin də tətbiq edirsən. Öyrəndiyin məlumatları yeni bir işdə tətbiq eləmirsən. Məsələn, mən öyrənmişəm riyaziyyatdan filan mövzuları. Onlara uyğun tapşırıqlar çıxır qarşıma. Qaydaya, düstura baxmadan özüm başlayıram işləməyə. Bu olur bacarıqlar və anlayışlar mərhələsi. İşi özüm sərbəst icra edirəm. Öyrəndiklərim əsasında tətbiq edirəm. Qruplaşdırıram. Bunlar olur anlayışlar və bacarıqlar mərhələsi. Görürsünüz, deyir fəaliyyət nümunələrini nələri çəkə bilərik? İki hadisəni müqayisə eləmək. Qrafikin əsas ideyasını izah eləmək. Rutin riyazi məsələləri həll etmək. Yəni, şagird qaydaları bilir, lakin o bir neçə addım ardıcıl və düzgün şəkildə yerinə yetirməlidir. Bilirsiniz necə? Mən qaydaları bilirəm. Amma artıq bir neçə işi, yəni bir növ xatırlamaqdan biraz üstün bir mərhələdir də. Mən artıq o bildiklərimi ardıcıl icra eləməliyəm ki, buna bacarıqlar və anlayışlar mərhələsi deyə bilək. Sadəcə bir məlumatı yadıma salmağım, sadə bir düsturla misalı həll eləməyin, buna biz bacarıqlar və anlayışlar mərhələsi deməyəcəyik. Amma artıq bir neçə addımı ardıcıl, düzgün şəkildə yerinə yetirməyə biz bacarıqlar və anlayışlar mərhələsi deyə bilərik. Səbəb-nəticə əlaqələrini, niyə, necə suallarını əlbəttə ki, izah edir. Təsnifat, prosesin ardıcıllığı. Görürsünüz, burada prosedural bilikləri var, müəyyən bir ardıcıllıq var, tətbiq etmək var, anlamaq var, konseptual bilik var. Bu mərhələlər bir növ yığışıb, cəmləşibdir bacarıqlar və anlayışlar mərhələsində. Yəni, çox bənzər konseptual bilik, anlamaq mərhələsi idrak taksonomiyasında. Sonra, prosedural bilik, tətbiq etmək mərhələsi idrakla biliyin növlərində. Məsələn, deyir ki, tarixi hadisələr arasında oxşar və fərqli cəhətləri müqayisə etmək. Bacarıqlar və anlayışlardır artıq. Sadəcə tarixi hadisələri bilmir. Həm də onları müqayisə eləyir, əlaqələndirir. Bir növ anlamağa bənzərdir bu tapşırıq. Bunun kimi digər tapşırıqları da nümunə çəkə bilərik. Üçüncü səviyyəmiz. Baxın, mən sizə bu mövzunu o qədər belə yığcamlaşdırmışam ki, yəni yazılanların hamısını əzbərləmək məcburiyyətində deyilsiniz onsuz da kitabdakı. Lazım da deyil onları əzbərləmək. Hər bir səviyyənin qısa mahiyyətini anlamağınız bəs eləyir. Özünüzü çətinə salmayın, dəyərli izləyicilər, müəllimlər, müdavimlər. Baxın, ən böyük etdiyiniz səhvdir ki,
Bir mövzunun nöqtə və vergülünə qədər əzbərləməyə çalışırsınız. Oxuduğunuz mahiyyətini başa düşün sadəcə. Mahiyyəti başa düşmək bizə 90% bəs eləyir. Baxın, beyninizi lazımsız məlumatlarla yormayın ki, ixtisasınızda da yer qalsın. Kurikulumdan doldurursunuz, o kitablarda yazılı bir səhifə-səhifə vərəq-vərəq. Onları əzbərləməyin. Hər bir mövzunun mahiyyətinə varın. Çalışın ki, onu anlayasınız. Üçüncü səviyyə nədir? Strateji düşünmə. Strateji düşünmə deyəndə ilə məncə hardasa bizə nələrsə xatırlayırıq əvvəlki öyrəndiyimiz mövzulardan. Strateji düşünmə nədir? Strategiyalar müəyyənləşdirirəm. Metakognitiv bilik burada öz əksini tapa bilərmi? Strateji düşünmədə metakognitiv bilik, metakognitiv bilik, idrak taksonomiyasındakı dəyərləndirmə mərhələsi, yaratmaq mərhələsi, bunlar hardasa görəcəksiniz birazdan burada. Metakognitiv bilik də görəcəksiniz. Sonra dəyərləndirmək də görəcəksiniz. Yaratmaq da görəcəksiniz. Strateji düşünmə artıq məntiq, planlama və dəlil gətirmə tələb edir. Ən vacib məqamda planlama və dəlil gətirmək. Yəni əsaslandırmaq. Burada strategiyalar müəyyənləşdirmək, plan qurmaq, fikirlərini əsaslandırmaq və s. var. Bu səviyyə artıq əzbərçilikdən və ya sadə tətbiqdən çıxır. Birinci və ikinci mərhələ nə idi? Birinci mərhələdə yadıma salırdım əzbər məlumatları. İkinci mərhələdə sadə tətbiqlər eləyirdim. Öyrəndiyim məlumatı əsasən iş icra edirdim, bir neçə addımı ardıcıl gedirdim. Artıq onlardan çıxdıq, gəldik bir növ lor dildə baş işlətməyə. Burada şagird baş işlətməlidir biraz, daha çox düşünməlidir. Şagirdə hazır yol göstərilmir. Baxın, hazır yol göstərilmir şagirdə. O yolu özü seçməlidir ki, mən hansı yolla tapşırığı həll edəcəm, öz seçimimdir. Planlamalıdır və seçimini əsaslandırmalıdır. İkinci səviyyədən görürsünüz bunun fərqi nədir? İkinci səviyyədə sadəcə işi icra eləyirdim, öyrəndiklərimə əsasən, verilənlərə əsasən və s. Amma burada nə edirəm? Burada yolu da özüm seçirəm, planlamanı da özüm aparıram və sonra da gördüyüm işləri əsaslandırıram. Addımları gördünüz, 3 əsas addım. Özüm seçdim, planlamamı qurdum və seçimimi əsaslandırdım. Mahiyyətinə gəlin baxaq. Şagird biliyi yeni, tanış olmayan situasiyalarda tətbiq edir. Ən önəmli məlumatdır, baxın bu. Yeni, tanış olmayan situasiyalara tətbiq edir. İkinci mərhələ ilə üçüncü mərhələnin arasında nazik bir ip var sanki. O ip nədir? Orada şagird ənənəvi verilən qayda, belə tapşırıqları həll edir. İkinci səviyyədə bacarıqlar və anlayışlarda. Yeni bacarıqlar və anlayışlar nədir? Yeni anlayışlar üzərində işləyir, bacarıqlarını tətbiq edir. Amma burada yeni, tanış olmayan situasiyalara tətbiq edir. Sadəcə cavab vermir, cavabını əsaslandırır həm də, arqumentlər gətirir. Aydındır müəllimlər. Buna deyəcəyik biz artıq səviyyə 3 strateji düşünmə. Fəaliyyət nümunələrinə gəlin baxaq, daha aydın olsun. Burada deyir ki, müxtəlif mənbələrdən, məsələn, mətn, qrafik istifadə edərək fikir formalaşdırmaq, araşdırma üçün plan hazırlamaq, fərziyyə irəli sürmək, öz seçimini məntiqi ardıcıllıqla müdafiə etmək, sübut göstərmək, mənbələri təhlil etmək, qərar vermək, nəticəni əsaslandırmaq. Baxın, 90% açar məqam dəyərləndirmək, metakognitiv bacarıq və yaradıcılıqla əlaqəlidir. Birinci misal üçün diqqət yetirsək, deyir ki, mənbələrdən istifadə edərək fikri formalaşdırmaq, özü fikri formalaşdırır. Yəni, mənbələrə əsasən iş icra eləmir, fikrini özü formalaşdıracaq. Araşdırma üçün plan hazırlayır, öz planını. Fərziyyə irəli sürür ki, bunları niyə mən icra edirəm? Öz məntiqi seçimini ardıcılıqla müdafiə edir, dəyərləndirmək. Sübut göstərir, dəyərləndirmək. Aydındır, dəyərləndirməklə sıx bağlıdır bu mərhələ. Bu və digər layihə işində işləyə bilər. Nəsə bir müxtəlif fənləri və anlayışları birləşdirən bir layihə işləyə bilər. Bir də bunu da yadda saxlayın ki, layihə burada da var, stratejik düşünmədə. 4-cü səviyyədə də olacaq, genişləndirilmiş düşünmədə. Fərqini deyəcəm sizə. Plan qurur, risk eləyir və s. Bunlar olacaq strateji düşünmə.
Aşağıda da ona aid xüsusiyyətləri yenə də qeyd eləmişik ki, daha yaxşı şəkildə başa düşəsiniz. Nümunələrdir bunların hamısı. Daha üzərində çox qalmıram. Ümumilikdə strateji düşünmə mərhələsi o deməkdir ki, şagird şüurlu şəkildə düşünür, qərar verir və qərarının məsuliyyətini daşıyır. Özü şuurlu düşünür, təhlil eləyir məsələləri, arqumentlər gətirir, qərar verir, qərarın da məsuliyyətini daşıyır. Düz burada qərar vermə səriştəsi var, məsuliyyət daşımaq var. Aydındırmı? Tapşırıq kənardan sadə görünə bilər, amma beyin bu zaman çox gərgin işləyir. Məsələn, nümunəsinə baxaq. Mətnin əsas fikrini faktlarla izah et. Fakt məsələsi var burada, görürsünüz. Bu artıq strateji düşünmə tələb eləyir. Bu problemin həlli üçün ən səmərəli yolu seç və əsaslandır. Təkcə səmərəli yolu seçmək yox, həm də əsaslandırmalısan sən onu. Tarixi hadisələrin nəticələrini sübutlarla əsaslandır. Misal üçün, desəm ki, mətndəki sözlərdən mənə nümunələr gətir. Məsələn, mətni mənə əzbərdən danış, bu qədər sadə. Mətni mənə danış. Danışıram, xatırlamadır, yadıma salıb danışıram. Desə ki, mətndəki faktları müqayisə elə. Mətndəki faktları müqayisə elə, artıq sən orada bacarıqlar və ikinci səviyyədir bu. Bacarıqlar və anlayışlar mərhələsi. Müqayisə eləməlisən. Amma burada nə deyir? Mətnin əsas fikrini faktlarla izah et. Sən faktlar gətirməlisən. Aydındırmı? Fikirlərini əsaslandırmalısan. Riyaziyyatla bağlı bir nümunəyə də baxaq. Bir şagird riyaziyyat məsələsini həll etməlidir. O məsələnin həlli üçün 3 fərqli düstur bilir. Şagirdin düşüncəsi nədir? Mən birinci üsulla getsəm, vaxtım çox gedəcək. İkinci üsul risklidir. Amma üçüncü üsul bu tip məsələlər üçün ən səmərəlisidir. Ona görə də üçüncü yolu seçirəm. İndi gəlin buna diqqət yetirək. Şagird burada yeni bir şey yaratmadı. O mövcud strategiyaları, yolları müqayisə etdi və ən səmərəli, effektiv olanı seçdi. Bu strateji qərar vermədir. Yəni, özü üçün bir qərar verdi, stratejiya. Strateji düşünmə nədir? Baxıram əlimdə olanları, artıq olan arasından ən yaxşısını, səmərəlisini seçirəm. Buna deyirik, strateji düşünmə adı üstündə. Yəni, biraz məntiqlə yanaşsaz, bu qədər sadə bir şeylərdir. Burada biraz nümunələri çox yazmışıq ki, siz daha yaxşı dərindən mənimsəyə biləsiniz. Və sonuncu mərhələmiz, dəyərli müəllimlər, 4-cü səviyyə. Buna deyirik, genişləndirilmiş düşünmə. Ən yüksək idraki səviyyədir. Genişləndirilmiş düşünmə. Nədir genişləndirilmiş düşünmə? Burada ən vacib mərhələ, digərlərindən fərqləndirən ən vacib xüsusiyyət zaman və kompleks yanaşma faktorudur. Burada zaman çox önəmlidir. Digər mərhələlərdən əsas fərqidir bu. Ki, testlərdə siz onu çox rahatlıqla tapa biləcəyiniz bir ipucudur. Aydındır? Daha sadə ipucularını mən sizə verirəm ki, testləri rahat işləyə biləsiniz. Baxın, biliklərin inteqrasiyası, sintezi, tənqidi və yaradıcı düşüncəsi, dərin tədqiqat aparmaq tələb olunur. Məsələ nədir? Dərin tədqiqat tələb edir artıq burada. Tapşırıqlar adətən uzun müddətli olur. Ən vacib məsələ. Tapşırıqlar adətən uzun müddətli olur. Bir dərsdən çox vaxt aparır. Yəni, biz elə bir fəaliyyət veririk ki, şagirdə. Bir növ nəyə bənzir bu? Layihə əsaslı öyrənmə. Layihə əsaslı öyrənmədən istifadə edirsə, 99% şagird bu mərhələdə olmalıdır artıq. Genişləndirilmiş düşünmə mərhələsində. Çünki artıq orada ona biz bir yarım il, bir il vaxt verə bilərik də ən çoxu. Şagird gedər orada araşdırar, axtarar, bütün mərhələlərdən istifadə edir. Ona görə də bu mərhələ sanki layihə əsaslı öyrənməyə bənzəyir. Fəaliyyət nümunələrinə baxsaq, uzun müddətli olur, bunu yadda saxlayın. Zaman və kompleks yanaşma sözlərini yadda saxlayın. Layihə üçün biznes planı hazırlamaq. Yəni, bu sadə bir iş deyil artıq. Təkcə bizdən nəyəsə müqayisə eləmək, faktı yada salmaq və ya strateji düşünmə tələb eləmir. Daha geniş zaman ərzində daha geniş bir iş tələb eləyir ki, genişləndirilmiş düşüncə deyirik biz buna. Uzun müddətli bir tədqiqat aparmaq, tarixi hadisələrin müasir dövrə təsirini
hər tərəfli təhlil etmək. Biri var, sən sadəcə nəyisə təhlil edirsən, özün üçün bir yol tapırsan. Bu üçüncü səviyyədir, strateji düşünmə. Mən bayaq neylədim? Riyaziyyatdan təhlil elədim, bir yol tapdım özüm üçün. Dedim və onu da əsaslandırdım ki, bu yol buna görə uğurludur. Amma burada neylədim? Baxın, tarixi hadisələrin müasir dövrə təsirini hər tərəfli təhlil elədim. Təhsil özüm üçün bir yol seçmədim. Onu daha geniş şəkildə təhlil etdim. Fərqli fənlərdən olan bilikləri birləşdirərək yeni məhsul yaratmaq. Bayaq dediyim kimi kompleks layihə hazırlamaq. Yeni məhsul layihə əsaslı öyrənmək. Təkmilləşdirmək, zamanla topladıkları bilikləri müxtəlif mənbələrdən gələn məlumatlarla birləşdirir. Artıq öyrəndiklərini başqa yerlərdən əldə etdiyi məlumatlarla birləşdirir və kompleks bir biliklər ortaya çıxır. Buna deyirik genişləndirilmiş düşüncə. Aydındır müəllimlər. Belə, bu da olur bizim kompleks yanaşmamız olan ən sonuncu mərhələ. Buna aid nümunələrə də gəlin baxaq. Məsələn, deyir, problemi həll etmək üçün yeni model təklif et. Yeni bir model yaradacağım artıq burada. Məlum məsələ. Ədəbiyyat və tarixdən nümunə gətiririk. Nizami Gəncəvinin əsərlərindəki qadın obrazlarını 19-cu əsr Avropa ədəbiyyatındakı qadın obrazlarıyla müqayisə edən və dövrün sosial-siyasi vəziyyətini nəzərə alan tədqiqat işi yazın. Yəni, baxın, bu iş bir günün, 2 günün işi deyil. Sən getməlisən. Nizami Gəncəvinin əsərindəki qadın obrazlarını təhlil eləməlisən. 19-cu əsr Avropa ədəbiyyatındakı qadın obrazları ilə. Bunları ayrı-ayrılıqda araşdırmalısan, təhlil eləməlisən, analiz eləməlisən və geniş bir zaman ərzində tədqiqat işi aparmalısan. Təbii ki, belə bir çətin tapşırıq olacaq genişləndirilmiş düşüncə sonuncu mərhələmiz. Gəlin, bu mərhələləri bir daha ümumiləşdirək, sonra nümunə testlərə baxacağıq sizinlə. Birinci səviyyədə nə oldu müəllimlər? Şagirdlər əsas bilikləri xatırlamalıdırlar. Yadına salmalıdır, əzbərçi biliklərdir. Sadəcə beyin hələ analiz eləmir, sadəcə məlumatı bazadan çağırır. Avtomobil hissələrin adını de. Konkret yadıma salıram, deyirəm. Bu olur xatırlama. İkinci səviyyədə onlar artıq öyrəndikləri bacarıq və anlayışlardan istifadə edək. Məlumatı sadə şəkildə emal edir. Müqayisə edir, qruplaşdırır, izah edir. Burada sadə şəkildə amma. Yəni, ikinci bacarıqlar və anlayışlar mərhələsində şagird sadə şəkildə müqayisə edir, izah edir, anlayışları tətbiq edir və s. Üçüncü səviyyədə strateji düşünmə mərhələsində şagird bu bilik və bacarıqları, bayaq qazandıqlarını yeni və daha az tanış olan bir kontekstdə tətbiq eləyir. Yəni, ikinci mərhələdə dediyim kimi bildiyi bir şeylərdə tətbiq eləyirdi, amma üçüncü səviyyədə yeni, məsələn, mən sizə situasiya testləri verirəm. Onlar sizin üçün yeni bir məlumatlardır ki, yeni test nümunələridir ki, gördüyünüz adi testlərdən kənara çıxırsınız. Strateji düşünməlisiniz orada. Bizim situasiya testləri sizi strateji düşündürmək üçündür. Özünüz orada bir strategiya müəyyənləşdirib, yol tapıb cavabı seçirsiniz. Düzdürmü? Ona görə də üçüncü səviyyədə strateji düşünmə adlanır. Və dördüncü səviyyə artıq genişləndirilmiş düşünmə. Sən artıq sadəcə istifadəçi deyilsən, həm də yaradıcısan. Baxın, necə gözəl bir cümlədir. Bu mərhələ vaxt tələb edir və sən artıq sadəcə istifadəçi deyilsən, həm də yaradıcısısan bu işin. Məsələn, şəhərin tıxac problemini həll etmək üçün illik statistikaları araşdırıb, tamamilə yeni yol hərəkəti sxemi və ya nəqliyyat sistemi layihələndirmək. Bu qədər geniş bir iş görəcəksənsə, əlbəttə ki, ən sonuncu mərhələmiz olacaq. Aydındır müəllimlər. Belə, və gəlin sizə sual nümunələri təqdim edin bir neçə dənə. Onlar üzərindən də baxaq. Sual 1 deyir ki, müəllim, həmin mövzularla bağlı suallardır. Müəllim coğrafiya dərsində şagirdlərə belə bir tapşırıq verir. Şəhərimizdəki tıxac problemini aradan qaldırmaq üçün təklif olunan 2 fərqli layihəni nəzərdən keçirin. Verilmiş büdcə, vaxt və əhali sıxlığı faktorlarını nəzərə alaraq hansı layihənin daha səmərəli olduğunu müəyyən edin və seçiminizi məntiqi arqumentlərlə əsaslandırın. Baxın, sualın cavabı burada gizlənir. Bayaq sizə verdiyim açar məqam var idi ki, əsaslandırın, seçiminizi əsaslandırın. Biz artıq
Bunları müqayisə eləyib seçimimizi, strategiyamızı əsaslandırırıqsa, buna deyirik ki, Norman Ueb'in dərin bilik səviyyələri nəzəriyyəsinə görə bu tapşırıq 3-cü səviyyə, yəni strateji düşünmə mərhələsidir. 3-cü səviyyə strateji düşünmə. Niyə? Çünki dəyərli müdavimlər, burada siz o işi icra eləyəndə öz yanaşmanızı, fikrinizi ortaya qoyub əsaslandıracaqsınız. Aydındır? Belə. Sonra ikinci testimizdə deyilir ki, müəllim tarix dərsində şagirdlərə belə bir uzun müddətli tapşırıq verir. Azərbaycanın 19-cu əsr neft sənayesi ilə müasir dövr enerji strategiyasını müqayisə edin. Bunun üçün arxiv sənədlərini, iqtisadi statistikaları və xarici mətbuatı araşdırın. Sonda gələcəyin enerjisi adlı bir konferans üçün təqdimat hazırlayın və ölkəmizin 2050-ci il üçün enerji modelini özündə əks etdirən orijinal layihə təklifi işləyib hazırlayın. Bu söz əlbəttə ki, bizi doğru cavaba apardı. Açar məqam olaraq ki, uzun müddətli tapşırıq məlum məsələ 4-cü səviyyədir bu. Genişləndirilmiş düşünmə. Amma bunu burada verməyə də bilərik. Baxın. Bu fikir düşünün ki, burada verilməyibdir. Fikir verilməsə belə, o söz orada açar məqam verilməsə belə, tapşırığın mahiyyətinə baxırıq və görürük ki, mahiyyətdə şagird nə qədər işlər görür. Necə dərin, genişləndirilmiş işlərlə məşğuldur. Məlum məsələ, cavabımız olur nə? Genişləndirilmiş düşünmə. Yəni, səviyyə 4. Genişləndirilmiş düşünmə. Aydındır müəllimlər. Belə geniş məsələlər, dərin təhlil, analiz və vaxt tələb edən situasiyalar olacaq 4-cü səviyyə. Növbəti sualımız. Bir müəllim biologiya dərsində şagirdlərə müxtəlif bitki yarpaqlarının şəkillərini təqdim edir və tapşırır. Bu yarpaqları damarlanma formasına görə 2 qrupa ayırın. Daha sonra hər qrupun xüsusiyyətini qısaca təsvir edərək qruplaşdırdığınızı izah edin. Məlumatlar arasında əlaqə qururam. Görürsünüz, özüm yeni bir fikir ortaya qoyub əsaslandırmıram ki, strateji düşünmə olsun. Daha geniş məlumatlardan bəhs eləmir ki, genişləndirilmiş 4-cü səviyyə olsun. Nə də faktiki biliyə əsaslanmır. Faktiki biliklərin arasında müqayisə təhlil nəticəsində ortaya çıxır və bizim də cavabımız olur nə? Əlbəttə ki, 2-ci səviyyə bacarıqlar və anlayışlar mərhələsi. Aydındır müəllimlər. Bu tipdə test nümunələrini də biz sizin üçün təqdim edirik. Baxın, əlavə olaraq biz öz dərsimizdə istifadə edəcəyik. Görürsünüz, xüsusi sınaqlar hazırlamışıq. Sırf bu nəzəriyyəni daha yaxşı mənimsəyəsiniz deyə Burada müəllimlər 30-dan çox test var, test nümunəsi var. Bunlar Time Test Bankından deyil heç biri. Oradakıların əlaqəsi yoxdur. Onları da işlədirəm. Orada test sayı azdır deyə mən özüm xüsusi test nümunələri hazırlayıram və gördüyünüz kimi burada görürsünüz, mərhələləri daha yaxşı anlamaq üçün sırf 4 mərhələnin müqayisəsidir hamısında. Bu mərhələləri daha yaxşı anlamaq üçün bu şəkildə də sınaqlarımızı sizlər üçün təqdim edirik. Gördüyünüz kimi burada xeyli sayda sual var ki, mövzunu daha yaxşı dərindən anlayasınız deyə burada 40 dənə sual nümunəsi var ki, mövzunu daha yaxşı anlayasınız. Əlavə olaraq bu mövzulardan kənara çıxmaq üçün bizim situasiya tipli test toplumumuz var. Bu situasiya tipli test toplusunda olan suallar hamısı daha çox oxuyub anlama bacarıqlarına yönəlir və strateji düşünmə tələb eləyir. Bayaq orada var ya, strateji düşünmə. Yəni siz orada oxuyursunuz və ona uyğun olaraq öyrəndiyiniz bilik və bacarıqlar təbii ki, burada rol oynayır. Ona uyğun olaraq cavabları seçirsiniz. Bu kitabımız bizim satışdadır. Əldə eləyə bilərsiniz. Mənə bayaq orada olan nömrəyə yazaraq, birazdan nömrəni yenə deyəcəm, yaza bilərsiniz ki, biz sizə baxın, burada görürsünüz. Burada 1000-dən çox situasiya sualı var, 1000-dən çox. 50 dənə sınaqdır içərisində. Hər mövzuya aid də suallar var. Hətta yeni mövzuların nəzəri və test hissələri də orada öz əksini tapıbdır. Kitabımızın belə deyim də, ən uğurlu tərəfi situasiyaların çox olmasıdır ki, imtahana sizi daha yaxşı hazırlamağa xidmət edir. Əlavə olaraq gəlin Time Test Bankından da bu mövzunun 1-2 dənə sualına baxaq. Oradakı suallar daha nəzəri suallardır və məncə
daha asan tapılacaq suallardır. Misal üçün 6 nömrəli sual çıxdı ilə qarşımıza. Gəlin baxaq. Bir dərin bilik səviyyələri çərçivəsinin əsas məqsədi aşağıdakıların hansını daha dəqiq ifadə edir? Belə bu qədər asan bir sualdır. Yəni niyə asandır deyirəm buna? Çünki konkret olaraq nəzəriyyə bayaq nədən bəhs eləyirdi? Tapşırıqları şagirdlərin yerinə yetirə biləcəkləri idraki düşünmə dərinliyinə görə sistemli şəkildə təsnif etmək. Yəni onların idraki düşüncə dərinliyindən bəhs edirdi. Cavab elə D variantıdır. Digər variantlar heç biri ora bayaq danışdıqlarımıza aid deyil. 9 nömrəli sualda məsələn, dərin bilik səviyyəsi modelinin strateji düşünmə səviyyəsində şagirddə əsasən hansı bacarıqlar inkişaf edir? Strateji düşünmə, bayaq danışdıq, düzdürmü? Məsələn, A-da şagird faktları xatırlayır, anlayışları tərif edir və öyrəndiyi məlumatları dəyişmədən təşkil edir. Bu sizcə hansı mərhələ olar? Birinci səviyyə xatırlama. Bu olacaq xatırlama. Sonra, şagird verilmiş qaydanı birbaşa tətbiq edir. Nümunəyə baxaraq oxşar tapşırıqları eyni üsulla həll edir. Bu olacaq ikinci səviyyə. Yəni, anlayışlar və bacarıqlar. Anlayışlar və bacarıqlar. İkinci səviyyənin tapşırığıdır bu. Xüsusiyyətlidir, yəni. Şagird müəllimin göstərdiyi ardıcılığı izləyərək çox mərhələli tapşırıqları mexaniki şəkildə yerinə yetirir. Müəllimin göstərdiyi ardıcılığı izləyir. Çox mərhələli tapşırığı mexaniki yerinə yetirir. Bu da əlbəttə ki, strateji düşünmə deyil. Məlum məsələ D variantı. Bir şagird müxtəlif mənbələrdən əldə etdiyi məlumatları müqayisə edir, əsaslandırılmış nəticə çıxarır özü və strategiya seçir. Seçimini də izah edir. Strategiya seçmək, seçimini izah etmək, strateji düşünmək ilə. Biliyin növü istəsə metakognitiv bilik deyəcəyik biz buna. Təfəkkürün növü desə tənqidi təfəkkür deyəcəyik biz buna. Aydındır müəllimlər. Belə. Hər birinizə uğurlar arzu edirəm. Bir daha əlaqə nömrəmizi gəlin mən sizə qeyd edim. Dərslərimiz haqqında maraqlanmaq istəsəz, buyurub bu nömrəyə yaza bilərsiniz. Situasiya tipli test toplumuzu almaq istəsəz yenə yaza bilərsiniz. Amma situasiya tipli test toplusunda ola bilər ki, sizə çətin gələn tapşırıqlar olar. Yəni, bu normal bir şeydir. Onların cavablarını mütləq izah olunması lazımdır. Başa düşürsünüz. Ona görə dərslərimizə qoşulmağınız və orada biz testləri izah edirik hamısını. Daha effektiv olar. 050 697 78 33 nömrəsinə yazırsınız. Elgün Əhmədovda ad soyadım və kanalımıza da abunə olmağı unutmayın. YouTube kanalımıza, TikTok, Instagram və ya digər kanallarımıza abunə olun ki, videolar, izahlar paylaşanda yenilikləri görə biləsiniz. Belə dəyərli müəllimlər, hər birinizə uğurlar arzu edirəm. Növbəti dərslərdə görüşənədək. Sağ olun, salamat qalın.